Salam hər kəsə. Bugün mən İstiqlal Marşı haqqında danışmaq istəyirəm. Mehmet Akif Ersoyun əsəridir və İstiqlal Marşı haqqında danışmamışdan qabaq sizə bu dövrün tarixi hadisələri haqqında məlumat vermək istəyirəm. Osmanlı Mudros sülh müqaviləsi ilə ayrılıb 1-ci Dünya müharibəsindən və 5 milyon kvadrat kilometr bir əraziyə malik olan Osmanlı İmperatorluğu kifayət qədər ərazi itirir, parçalanır, parçalana azalır. Daha sonra isə Sevr müqaviləsi ilə onu parçalamaq istəyirlər. Azsaylı xalqlar var idi. Məsələn, Zeybək qızı əsərində də görürük ki, Zeybəklər var idi. Onlar Osmanlını istəmirdilər. İstəyirdilər ki, azadlığa çıxsın Türkiyə və cümhuriyyət qurulsun. Bu cümhuriyyətdə quran təbii ki Atatürk olur. Atatürkün vəfatından sonra İsmət İnönü gəlir. İnönü müharibə aparır, Yunanları təmizləyir, ölkəsindən işğalçıları təmizləyir. Ümumiyyətlə onları, yəni türkləri konkret bir əraziyə sıxışdırmaq istəyirdilər işğalçılar, xüsusilə də Avropalılar. Ona görə İstiqlal Marşında da onlara da toxunur, Avropa mədəniyyətinə də toxunur. Gəlin indi əsərin özünə baxaq. Görək burada açıqlaması nədir? Birinci misra açıqlamasına baxaq, sonra isə ümumi təhlilinə baxarıq. Deyir, qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq, sönmədən yurdumun üstündə yanan ən son ocaq. O mənim millətimin ulduzudur, parlayacaq, o mənimdir, o mənim millətimindir ancaq. Şair bu qitədə ümumiyyətlə Türk ulusuna səslənir və Türk millətinə cəsarət aşılamaq üçün, onda tapılan duyğuları hərəkətə keçirmək üçün şeirinə qorxma sözü ilə başlayır. Bayraq bir millətin gələcəyinin, azadlığının simvoludur. Bayrağın sönməyi Türk millətinin istiqlalını itirməyi deməkdir. Şair ölkəmizdə tək bir insan qalana qədər, baxın deyir, sönmədən yurdumun üstündə yanan ən son ocaq, yəni ən axırıncı adam qalana qədər bu vətəni qoruyacağımızı, müdafiə edəcəyimizi bildirir. Deməli, o halda ən son Türk vətəndaşı son nəfəsini vermədən Türk istiqlal və müstəqilliyini yox eləmək, Türk bayrağını söndürmək mümkün deyil. Bayrağımız millətimizin ulduzudur. Qədim bir inanca görə hər insanın bir ulduzu olur. Ulduz parladıqca da insan yaşayır. Şair burada bayrağımızı ulusumuzun ulduzu sayır. Bayrağın qədəri, taleyi ilə millətimizin taleyi bir-birinə bağlıdır. Bayraq bizimdir. Biz yaşadıqca onu əlimizdən heç kəs ala bilməz. Türk millətinin bütün fərdləri öldürülmədikcə bizim müstəqilliyimizi heç kəs yox eləyə bilməz. Çatma qurbanın olum çöhrəni ey nazlı hilal, qəhrəman xalqıma bir gül, nə bu şiddət, nə cəlal, sənə olmaz tökülən qanlarımız sonra halal, haqqıdır, haqqa tapan millətimin istiqlal. Burada isə bayrağa səslənir, ey nazlı bayrağımız, ulusumuza əsəbləşib, qəzəblənib, qaşlarını çatma. Bayrağın ümumiyyətlə hilalı qaşa bənzədilib, yəni ayı. Türk vətəninin bəzi parçaları artıq işğal edilmişdi və bu işğal bu yüzdən buna görə bəzi bölgələrdə bayraqlarımız endirilmişdi. Onun yerinə düşmən bayraqları asılmışdı. Səni göy üzündə dalğalandıra bilmək üçün ulusumuz, əcdadımız çox qan töküb. Əgər qaşlarını çatsan, uğruna tökülən qanlar sənə halal olmaz. Bizim müstəqillik bizim ulusumuzun haqqıdır demək istəyir. Daha sonra mən əzəldən bəri də hür yaşadım, hür yaşaram. Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram. Kükrəmiş sel kimiyəm, bəndimi çeynər aşaram. Yırtaram dağları, ənginlərə sığmam, daşaram. Şair əslində burada mən deyir, ancaq bizə aşılamaq istədiyim məna əslində bizdir. Türk milləti adına danışmaqdır. Türk milləti əzəldən bəri hür yaşayıb, müstəqil yaşayıb, azad yaşayıb, hür yaşayacaqdır. Onun azadlığını əlindən almaq istəyən ancaq çıldırmış ola bilər, dəli olmuş ola bilər. Belə bir hərəkətə başlayan insanlar ağır bir şəkildə cəzalandırılır. Türk milləti müstəqilliyi uğrunda önünə çıxan hər bir əngəli aşacaq gücdədir. O, beləsinə uca bir məqsəd üçün dağları dələcək, ənginlərə sığmayacaq, dənizləri daşıracaq bir gücdədir demək istəyir. Qərbin afaqı sarmışsa polad zirehli divar, mənim iman dolu köksüm kimi sərhədim var. Ulusum, qorxma, necə belə bir imanı boğar, mədəniyyət dediyin tək dişi qalmış canavar.
Burada isə vətənimizi istilaya, yəni işğala aparan, işğal eləməyə çalışan Avropalılara müəllif meydan oxuyur sanki. Ümumiyyətlə 20-ci əsrin başında Avropa mədəniyyəti 19-cu yüzildəki görkəmindən olduqca uzaqdır. Yəni belə deyək də, Avropalılar deyirdilər ki, Osmanlı mədəniyyəti yaxşı bir şey deyil. Biz öz mədəniyyətimizi sizə, Yunan mədəniyyətini, Roma mədəniyyətini, Avropa mədəniyyətini sizə demək, göstərmək istəyirik, onları aşılamaq istəyirik. Tək dişi qalmış canavar deyərkən, canavar tək dişi qalanda necə olur? Yəni yararsız olur da, yem ovlaya bilmir, heç nəyə yaramır. Yəni bu mədəniyyətin də artıq bir mənası qalmayıb Avropa mədəniyyətinin. Avropa mədəniyyətini tək dişi qalmış canavara bənzədir. Yəni tamamilə uzaqlaşıb da bu mədəniyyət. O səbəblə də həmin bu qərbi tək dişi qalmış canavara bənzədir. O canavar dilədiyincə deyir ulusun, mənə uğursuzluq gətirməyə çalışsın, hamısı boş-boşunadır. Avropalı özünü deməli zirehlərlə, polad zirehlərlə qoruyarkən əskərlərimiz, bizim silahlılarımız, təbii ki, silahlılarımız, əskərlərimiz ona iman dolu qızıl sinəsi ilə qarşılıq verəcək. Yəni iman dolu köksü kimi sərhədi var deyir. Bir arkadaş, yurduma alçaqları uğratma sakın, sipər et sinəni, dursun bu həyasızca axın. Doğacaqdır sənə vəd etdiyi günlər haqqın. Kim bilir, bəlkə sabah, bəlkə sabahdan da yarın. Yarın. Bəlkə sabahdan da yaxın, üzr istəyirəm. Şair burada qəhrəman türk əskərinə xitab eləyir və deyir ki, türk yurdunu alçaqlara uğratma, alçaqları türk yurduna uğratma. Əgər həmin o alçaqlar uğratmaması üçün ümumiyyətlə gərək canını da fəda eləyəsən. Türk əskərinə deyir bunu. Şəhid gövdələrinin meydana gətirəcəyi sipərlər düşmənə mane olacaqdır. Mehmet Akif düşmənin çox qısa bir vaxt ərzində həyasızca axına son verəcəyi Allahın türk millətinə vəd etdiyi zəfər gününün yarından belə, yəni sabahdan belə daha yaxın bir zamanda doğacağına inanmaqdadır. Bastığın yerləri torpaq deyərək keçmə, tanı. Düşün altındakı minlərcə kəfənsiz yatanı. Sən şəhid olursan, incitmə, yazıqdır atanı. Vermə dünyalar alsan da bu cənnət vətəni. Bastığın yerləri sıradan bir torpaq, yəni adi bir torpaq sanma. Yurt adi bir torpaq parçası deyil. O minlərcə şəhidin qanı bahasına əldə edilib. Bu torpağın altında minlərcə şəhid yatmaqdadır və sən onların oğlusan, atalarını incitmə. Ayrıca burada əlavə olaraq ölkəmiz bərabərsiz təbiət gözəllikləri ilə cənnət kimidir. Sənə dünyalar versələr belə bu gözəl vətəni əldən vermə. Əslində burada kəfənsiz yatan şəhidlərdən danışır. Bu Çanaqqala döyüşü zamanı nə qədər insan şəhid olub, çox türk əskəri şəhid olub. Hətta onlar bəzən aclıqla sınanıblar, küflü çörək filan yeyiblər. O dərəcədə ki, onları yəni öldükdə belə kəfən tapılmayıb dəfn eləməyə. Elə öz paltarları ilə də dəfn olunublar. Ona görə deyir ki, torpağın altında minlərcə kəfənsiz yatanı unutma. Daha sonra kim bu cənnət vətənin uğruna olmaz ki fəda, şühada fışqıracaq. Şühada şəhidlər deməkdir. Cəm formasındadır, ərəb sözüdür. Fışqıracaq torpağı sıxsan şühada, canı cananı bütün varımı alsın da xuda, etməsin tək vətənimdən məni dünyada cüda. Torpağını sıxınca, gör nə qədər şəhid varsa, şəhid qanı fışqıracaq deyir. Həmən bu cənnət vətənin uğruna hər kəs özünü fəda eləyər. Canımı, sevdiklərimi, bütün varımı alsın da Tanrım. Yetər ki, yaşadığım müddətcə vətənimdən ayrı düşməyim. Ruhumun səndən ilahi, budur ancaq diləyi, dəyməsin məbədimin köksünə naməhrəm əli. Bu əzanlar ki, şəhadətləri, dinin təməl, şəhadət deyəndə kəlmə-i şəhadətləri nəzərdə tutur. Əbədi yurdumun üstündə mənim inləməli. Eyni zamanda Allahı çağırarkən biz necə müraciət eləyirik?
Hə, bu müraciətlərin hər biri, təbii ki, azanlar bəzən Türkiyədə ümumiyyətlə mübahisəli olub, mübahisəli nə mənada, başı bəlalı olub da, bəzən azanların səsi susturulub, bəzən təzədən oxunub. Ona görə deyir ki, nə qədər ki bu azanlar oxunacaq, nə qədər ki yəni bizim bu azanlarımız dinin təməlidir. Yəni müsəlman kimi yaşamağı irəli sürür müəllif burada. Müsəlman kimi yaşamağı. Şair ümumiyyətlə Allaha xitab eləyir və deyir ki, Allahdan tək istəyi Mehmet Akif Ersoyun ibadət yerlərinə düşmən əlinin dəyməməyidir. Naməhrəm əli düşmən əlidir təbii ki. Camilərin, yəni məscidlərdən oxunan azanların sonsuza qədər Türk yurdunun üstündə oxunmasıdır. Çünki bu azanlar dinimizin təməlidir. O zaman vəcd edən min səcdə edər varsa daşım, hər cərihamdan ilahi quruyub qanlı yaşım. Cərihə silah yarası deməkdir. Fışqırır ruh mücərrət kimi yerdən nəşim, o zaman yüksələrək ərşə dəyər bəlkə başım. Burada isə azan səsləri yurdumuzun üstündə inlədikcə şəhidlərimizin də ruhları şad olacaq demək istəyir. Azan səsi sadəcə yaşayanlara deyil, ölülərə, hətta onların məzar daşlarına belə təsir eləyən uca bir anlam daşıyır. Şəhid atalarımızın hər şeydən arınmış, təmizlənmiş ruhları yerdən fışqıracaq, azan səsi ilə ayağa qalxacaq və yüksələcəkdir demək istəyir. Bu bəndin mahiyyəti ondan ibarətdir. Sırf bu bəndin mahiyyətini dedim. Dalğalan sən də, görürük ki, sonuncu bənd 5 misradan ibarətdir. Bundan əvvəlkilərə baxaq. Baxın, digərləri isə 4 misradan ibarətdir. Əvvəlki bəndə də baxaq. Bəli, sadəcə sonuncu bənd 5 misradan ibarətdir. Dalğalan sən də şəfəqlər kimi ey nazlı hilal. Hilala 2 dəfə müraciət elədi burada. Baxın, birində dedi ki, çatma, qurban olayım, çöhrəni ey nazlı hilal. Yenə nazlı hilal deyir, dalğalan. Həm ona xahiş edir ki, çöhrəsini çatmasın, qaşlarını çatmasın, həm də şəfəqlər kimi dalğalanmağını istəyir. Olsun artıq tökülən qanlarımın hamısı halal, əbədiyyən sənə yox, xalqıma yox bil ki zaval, haqqıdır hür yaşamış bayrağımın hürriyyət, haqqıdır haqqa tapan millətimin istiqlal. Bu da zəfər gününün həyəcanını yaşayır şair. Aydınlıq, gözəl günlərin müjdəçisi, şəfəq vaxtı kimi dalğalanan ey şanlı bayrağım deyir. Şəfəq kimi, şəfəq vaxtı kimi dalğalan deyir ey şanlı bayrağım. Türk milləti yenidən müstəqilliyinə qovuşub, artıq onun üçün yox olma qorxusu qalmayıb. Bayrağımız şəhidlərimizin qanlarına layiq olub. Müstəqillik Allaha sitayiş eləyən, Allaha tapan, doğruluqdan ayırmayan Türk millətinin ən təbii haqqıdır demək istəyir. Deməli, əsər 1921-ci ildə yazılıb və müəllifin fikrincə əzəldən azad yaşayan, əsarətin nə olduğunu bilməyən bir millətin azadlığını əlindən almaq mümkün deyil. Türk milləti ölkəsinə yönələn təhdidlərə həmişə layiqli cavab verəcək, müstəqilliyini, azadlığını hər zaman qoruyacaq. 10 bənddən ibarətdir və bənd şəklində yazılıb, lirik növdədir. Deməli, bir dənə sonuncu bənd xaric, digər bəndlərin hər biri 4 misradan ibarətdir. Bir dənə sonuncu bənd 5 misradan ibarətdir. Mehmet Akif Ersoy ümumiyyətlə şeiri özünə yox, Türk millətinə aid eləyib və Türk ordusuna hədiyyə eləyib bu əsəri. Bu əsər onların milli marşı sayılır, İstiqlal marşı. Hətta Bəxtiyar Vahabzadə bütün marşlar içərisində bu marşı xüsusilə dəyərləndirib. Bütün ölkələrin marşlarına baxıb və sırf bunu xüsusilə dəyərləndirib. Bu qədər hələlik.